qatı qidalanmaya başlayana qədər uşaqlar istənilən halda, istədiyi zaman əmizdirilməlidirlər, istədiyi zaman süd vermək lazımdır və anaların ən çətin dövrü ilk 3 aydır. Hər vaxtınız xeyir dəyərli izləyicilərim. Bugünün mövzusu tələbatla əmizdirmədir. Tam elə bugün baxdığım körpələrdən birinin valideyni 2 aylıq olmasına rəğmən onu tələbatla deyil, saatla əmizdirdiyini bildirdi və bunun öz başına deyil, öncəki pediatrın məsləhəti ilə elədiyini dilə gətirdi və mən buradan baxmayaraq ki, daim yazıram, izah eləyirəm, əmizdirmə haqqında çox sayda paylaşımlarım var və bu paylaşımları oxuyub heç mənim yanıma gəlmədən, heç mənimlə şəxsən tanış olmadan və ana südü məsləhətinə gəlmədən belə bunları oxuyub, riayət edərək çox gözəl nəticə alan analar var və bunların sayı doğrudan da çoxdur və mən bununla çox fəxr edirəm, bu cür analarla daha doğrusu çox fəxr edirəm və çox sevinirəm ki, yazdıqlarımın faydası olur. Amma bugün videoda qısaca tələbatla əmizdirmənin nə olduğu haqqında danışmaq istəyirəm. Tələbatla əmizdirmə həm uşağın, həm ananın tələbatına görə baş verən əmizdirmə növüdür. Tələbatla əmizdirmədə biz uşağı ağlatmadan onun istədiyi qədər, istədiyi sayda və istədiyi müddət ərzində əmizdirməli olduğumuz bir qaydadır. Bu necə olur? Öncəliklə uşağı əmizdirmək üçün onun ağlamağını gözləmək olmaz. Uşaq yatmış vəziyyətdəykən belə artıq tərpənməyə başlayırsa, başını sağa sola çevirirsə, necə deyirlər, axtarmağa başlayırsa, daha doğrusu axtarma refleksini sərgiləyirsə, biz ona artıq süd verməyə başlamalıyıq. Yəni onu dərhal döşə qoymalıyıq. Bəli, hətta tam oyanmadan, altını dəyişmədən, sırf ehtiyacı var deyə və biz bu ehtiyacın əlamətlərini görürük deyə artıq döşə qoymalıyıq, süd verməliyik. Eyni zamanda tələbatla əmizdirmə uşağın əmmə müddətini qısıtlamır. Yəni məhdudlaşdırmır. Uşaq istədiyi qədər döşdə qalır. Bu 30 dəqiqə, 40 dəqiqə belə olsa, istədiyi qədər əmməlidir. İlk ayda bunun bu qədər tez-tez baş verməsi və uzun müddət körpənin döşdə qalması tam normal bir haldır. Əslində sonrakı aylarda da normal haldır. Sadəcə ilk aylarda uşağın gücünün az, çənəsinin zəif olmasından dolayı irəli gəlirsə bu qədər tez-tez döş istəyib döşdə çox qalması, növbəti aylarda bu onun döşü səhv tutduğunu, yalnız döşün giləsini əmdiyini və bundan dolayı çox güc sərf edib az süd əldə elədiyi üçün süd vəzisində daha çox qalmağa ehtiyac duyduğunu göstərir. Bununla təbii ki, işləmək daha yaxşıdır. Təbii ki, uşaq doğulan kimi ana südü məsləhətçisinə müraciət edib canlı görüş tələb eləmək və onun əmizdirmə tərzinizə nəzarət eləməsi, diqqət yetirməsi daha yaxşıdır. Azərbaycanda məndən başqa ana südü məsləhətçiləri də var və çox gözəl məsləhətçilərimiz var. Yəni yenə də belə halda canlı görüşmək istənilən halda onlayn məsləhətdən daha yaxşıdır. Əgər sizin əmizdirmə ilə bağlı bir probleminiz olmadığı halda uşaq yenə də döşdə çox qalırsa, bu artıq onun öz belə deyək, xasiyyətinin, öz temperamentinin bir nəticəsi də ola bilər. Yanaşı olaraq tələbatla əmizdirmə zamanı ananın tələbinə görə də davranmaq olar. Misal üçün, əgər uşaq çox yatırsa, uzun müddət döş istəmirsə, ananın süd vəzisində dolğunluq və diskomfort hissi yaranır ki, bu sonrasında hiperlaktasiya nəticəsində mastit kimi ciddi problemə də gətirib çıxara bilər. Bu halda uşaq üçün yatmaq xeyirlidir, qoy saatlarla yatsın, əsas odur yatsın, tez böyüsün kimi şeyləri kənara qoyuruq və uşağı oyandırıb döş veririk. Ümumilikdə yeni doğulmuş uşaq 2 saatdan bir ən gecə döşü əmməlidir. Yəni bu qayda çox yatan uşaqlara aiddir və bu demək deyil ki, uşağı mütləq ki 2 saatdan bir əmizdirmək lazımdır və ağlayırsa, döş tələb edirsə məhdudlaşdırmaq lazımdır, döş vermək olmaz filan. Yəni bunlar bura aid deyillər. Tələbatla əmizdirmə istənilən halda ananın yaxşılığı üçün və uşağın ehtiyacına görə davranmaqdır. Yəni uşaq sizdən döşü yarım saatdan bir, 1 saatdan bir belə istəyirsə, toplamda 3 ayına qədər onun əmmə refleksi aktiv olduğu müddətdə və əmməyə ehtiyacı çox olduğu müddətdə, adaptasiya dövrünün çox qızğın olduğu zamanlarda həyati vacibdir körpə üçün. Yəni üşüsə də, istilənsə də, altını batırsa da, ac olsa da, olmasa belə, sırf sizdən uzaq qaldı deyə qucağa gəlmək istəsə də, eyni zamanda yuxusu gəlsə də dəstəyə ehtiyacı var və bu dəstək istənilən halda süd vermək, yəni əmizdirmək olsa ana üçün də, körpə üçün də daha rahat olar. Burada həkimin səhvi nədən ibarət idi, onu da deyim qısaca.
Deməli, anaya məsləhət görülmüşdü ki, 3 saatdan daha tez verməyin döşü və ana deyirdi ki, doktor, mən idarə edə bilmirəm uşağı, çünki 3 saatdan daha tez acır, biz də onu ağlada-ağlada saxlayırıq. Daha tez verəndə də özümü günahkar hiss eləyirəm ki, mən səhv eləyirəm. Həkim 3 saatdan bir tapşırıb. Ümumdünya Səhiyyə Təşkilatından tutmuş La Leche Liga dünya üzrə, yəni ən məşhur ana südü məsləhətçilərinin belə deyək liqasında belə bu qaydalar inkar olunub və 6 aya qədər uşaqları tələbata görə əmizdirmək, ümumiyyətlə əmizdirmə hər zaman tələbata görə olmalıdır, uşaq süd yediyi müddətdə. Amma burada bəzi nüanslar var ki, bunu artıq bu videoda danışmaq istəmirəm. İstəyirəm qısaca biləsiniz ki, 6 ayına qədər, qatı qidalanmaya başlayana qədər uşaqlar istənilən halda, istədiyi zaman əmizdirilməlidirlər, istədiyi zaman süd vermək lazımdır və anaların ən çətin dövrü ilk 3 aydır. 3 aydan sonra artıq uşaq süd vəzini bir yuxulu ikən, bir də ac ikən tələb eləyəcək. Çünki əmmə refleksi keçib gedir, əmmə bacarığı qalır və bu əmmə bacarığını da artıq həyati vacib ehtiyaclarına görə istəyirlər. Yəni bu artıq boş əmmək kimi bir hal olmur. Düşünürəm ki, bu videoda tələbatla əmizdirmə haqqında məlumatı yetərincə aydın şəkildə izah eləyə bildim. Əmizdirmə ilə bağlı digər məlumatları da bacardıqca sizə əlavə videolarda, təzə videolarda çəkib izah eləməyə çalışacağam. Sağ olun.